Hamınıza salam dostlar. Bugün e-futbola başlayırıq. Bəli, bugün e-futbol videosu atıram. Dili türkçə seçdim. Başlayaq. Bugünkü hədəfim birinci kadro puanıma baxım. Əvvəl oynadığım oyundu. Azərbaycan səsim. Əvvəl oynadığım oyundu. FC nədir? E-futbol. EFC ilə qarışdırıram elə. Əvvəl oynamışam. Yəni onu deyim. Azmaz bilirəm. Belə diyorum. Daha kabul ettim de. Daha önceden oynadım. Ne diyor? Sizce e-futbolunu teşvik eden ne oldu? Diye bir arkadaşım veya tanıdığımın tavsiyesi. E-futbol dışında herhangi bir... Evet oynadım da. Daha kurtar da. Ne diyor? Ad. Adımı koyacağım. Mehdi Altre Game. Kanalımızın adını koydum. Onda bir küsya. Göre olur. Oldu. Şimdi biraz gözleyək. Oyun açılanda videomu başlatacağım. Dostlar, oyunu bize buradan başlattı. Yani hardan başlatsa oradan başlatıram videomu. Bir de özüm oynamayacağım. Biraz animasyon falan verir bize. Neymar'ın vurduğu, Donnarumma kurtardığı şutlar. Oyun açılır yavaş yavaş. Messi verir burada bize. Penaltı vuracaq. Görək nə olur. Mən vururam. Orta tərəfə vuraq biraz. Və gol vurduq. E-futbolda birinci golumuz. Onu da Messi ilə atdım. Ölümlə. Bütün takım geldi kutlamağa. Ve e-futbol. E-futbola hoş geldiniz. Oyunu öğrenmek için favori takımınızı seçin. Başka takım seçeceğim. Avrupa. Real Madrid'i seçin, Barcelona'nı. Görən hansını seçim. İspanya 1. Liqanı. Görmədim, 2 oran. Mesela Barcelona seçim. İstəsəz dəyişərəm sonra. Onaylandı. Və oyuna girdik. 10 e-futbol partisi. Tesadüfi anlaşma Galatasaray Spor Kulübü. Tesadüfi anlaşma. İkinci adım. Sözleşme imzalı. Sözleşmeye gide göre ne olur? Oyuncu listesine girdik. Welcome to e-futbol. Messi'ni istirəm. Haydi ne olur Messi gelsin. Messi çıxsın, başka hiçbir şey istəmirəm. Yaxşı da Messi çıxmaz. Messi çıxartdım. Messi çıxartdım. Böyük ehtimal bu oradan 100% Messi. Yox Messi çıxartdı, nə yaxşı. Yes, aferin. Aferin edirəm. Qəşəng Messi'ni çıxartdıq. Görək nə oldu. Oyun planına görə Messi'ni salma oyuna. 4-2-1 oynayacağım. Bu nə takımdır? Bədbəxtçilikdir. Messi'ni qoyacağım sağa. Geri. Görüm. Bu imkan verdi bir dənə. Takım penaltini vuracağım. Birinci bu getdi. İndi ne inirik? Tesadüfi anlaşmalar var idi də. Birinci tesadüfi anlaşmalar aldıq. Klub interni aldıq. Bir dənə də klub interni. Qalan da tümünü ala basın. İndi 5 antrenman programı var idi desəm. Sözleşme. Ben girdik bura. Hani bu? Spanish League Season Best. Buradan da indi Kylian Mbappe çıxırmış da. Açdıq. Çıxan deyil, inanmıram çıxsın. Qara yazdı. Oyda, yaxşı da. Yox çıxmayın. Luis Junior nədir? Qəribə adamlar verir. Spanish European Club Season Best.
Avropa. Kvaratskhelia. Bombacı deyib bu, deyəsən. Kvaratskhelia. Nəysə, heç nə çıxmadı. Osame Şara, nə bilim nə. Nəysə, buradan da bir şey çıxaranmadı. Galatasaray var idi. Galatasarayda Osimhen olar. Hanı Galatasaray? Yes, Victor Osimhen. Nə olar? 5 dənə var cəmi. Haydi Victor Osimhen çıxsın, nə olar? Muslera, qapısımız hazır. Qapı hazır. Amma Osimhen çıxsa daha yaxşı olardı. Kafa atacaq oyuncumuz olardı. Başqa nəsə var? Klub intermi. Burada kim çıxsa yaxşı olar? Oxuyamıram. Nəysə, kim çıxdı? Çıxar da, yaxşı deyənə də. Döndür. Mən nə inirəm? Seçməli sözləşmə. Seçirəm. Kim var burada? Beraldo var. Edson Cavani. Cavani yaxşıdır var. Rahimi. Karameşki. Facundo. Bu nədir? Nəysə. Cavani yaxşıdır. Mənə bunu niyə verdim bəs? Bunu nə inirəm bilmirəm. Nəysə. Çıxdıq. İndi girək takıma. Takıma yox, oyun planına. Bura yox, bura, hə. Onu mənim oyuncular. Muslera. Musleranı qapıya qoyaq. Donarma da var imiş bizdə. Valverde də var. Nə yaxşı. Valverde'ni götürəmirəm, hə. Ortaya qoyacam biraz. Valverde'ni qoyduq bura. Qal görün, başqa da qoya bilirəm Valverde'ni. Messi'nin yanına qoya bilirəm. Düşəcək, qalxacaq. Düşəcək. Nəsə, heç final olmaz. Qalsın burada. Başqa kimsə var, qoyacağımız yox. Çıxdıq. Aslında var ya, mən niyə qoymadım bilmədim. Görevlərə girək, görev eləyək biraz. Becəri artışı. Görevləri eləyim. Sanal kullanım. Bunu seçdim. Görün bu nədir? Tuş deyilsə o birini seçəcəm. Tuş salap yaxşı. Hə, tuşdur. Hareket etmək nəysə, bunu bilirəm. Vuramadık. Top sağ dışında. Neyse, bir də verəcək herhalde. Verdi. Hazır. Başla. Pas attım. Tek şut atmalı ya. Qəşəng birinci golumuzu atdıq. Neyse, görevləri eləyim gəl. Dostlar, bu görevə girdim. Burada Alexander Arnold verəcək. Depar ve baskı. Aldım. Topu çıxartmadım. Qəşəng. Bunu da elədik. Hələ buydu. Yox, bir dənə də olar. Sağlamanın təməlləri. Nə edeyim? Alanmadım. Nə? Tamamlanmadı deyir. Alın bunu buradan topu. Raxit mən. Qal. Burada almalıyım topu. Aldım. Belə, bu görev də bitdi. Arnold da buradan gəldi. Burada bir dənə də ara pasını öyrənmə. Belə, görüm yaxşı bir şey var. 5 yıldızlı sözləşmə var. Bu görevləri eləyim mən hamısını. Sonra gələcəm. 10 dənə görev, 8 dənə görev qalıb. Bunlara başlayayım. Bir tane də gələcəm. Və dostlar, axırıncı dəqiqə və bir oyun. Oyundur deyəsəm bu. Bilmədim. Kadroya bir iki dənə adam ekləyə bilmirəm çünki oyun kimi də takım. Ayda, çox pis də takım. Manchester United'a qarşı tez bir də oynadım. İstəsəz sizlə bir yerdə oynayaq elə. Belə bir aşağı
Aşağı doğru pas. Lionel Messi. Alamadım. Andre Onana. Qaraba adamlar var mənim takımda. Yakından takip etə basıram mən. Getdik. Ah, kesemedim. Eyb yox. Aldım. Vurdum. Hara vurur bu? Ona görə də reytingi çox az olanda pis olur. Reytinglər çox azdır. Bax top almırıq. Aha. Burada eləsə Messi bir şey eləyər. Və ora bax. Və topu necə kaptırır. Top alabilir mi? Alım da topu da ay. Valverde. Valverde ilə oynaya bilərəm biraz. Da bir dənə Messi'yə qəşəng pas. Hop, Messi aldı. Messi qəşəng kes Messi. Eyb yox. Orta sızım. Valverde içərdədir görən. Hə deyəsən. Yo bu kimdir? Del Rosa nə deyə belə ad olar? Andreu. Aga be. Bayra getdi top. Gedim. Pasını attı. Lisandro Martinez verdi. Casemiro var ya bunda. Ay bu bildiğin şeydi. Al. Garnacho. Krigis neydi? Pasa bak. Pensiya tuşuna pasa. Yakından takip. Messi. Qəşəng Messi. Biraz hücuma çəkim. Çünki bunlar rahat kimi oynayırlar. Baltasar deyirlər Roza. Valverde. Oyda bu necə? Sıxırlar ey adamı. Heh, getdik. Sen aşağıda Messi'ni gördüm. Messi gedir. Messi keçdim bunda. Bunu da keçdim. Plase. Oyda. Ha qəşəng. Aldım. Dirəkdə patladı top. Ah, vuramadım. Ala bilərəm görən. Alamadım yenə. Heh, aldım. İndi Messi hani. Messi dedi yox deyə. Messi dedi yox deyə elə bil. Aldım topu qəşəng. Getdik. Messi al. Uf, qəşəng bir dənə pas. Messi Allah'tım pası. Pası kaldırdı, vurdu. Top atmır elə bil. Balış atır elə bil. Alda topu day, alda topu. Messi. Birazdan Messi kəllə atacaq. Wilfred Hitski. Bu nə atdı? Birinci yarı bitti. Allah'a şükür bitirir. Aslında belə rezalet performans göstərmir. İkinci yarı yaxşı oynayacağım biraz. Daha çox Valverde Messi ilə verəcəm. Biraz oyunda gəlişim. Ondan sonra oyunlar daha da yaxşı olacaq. Belə sıxıcı olmayacaq. Qəşəng topu aldı. Bayın da vuramayacaq. Vurdum. Qəşəng. Birinci gol vurduq. Yaxşı. Qəşəng oldu. Aa, gol vuran kimi oyun bitti. Of, onunuzun da elədim. Bu arada heç nəyə almadım. Gələn kutumdan. Yəni gələn kutumu göstərdim. Al. Bildirimlər. Aa, da icazə verdim. Hə. Bunu kontrol edeyim. Hə. 10.000 para gəldi. Sonra nə var? Kariyer. Buradan hamısını alacağım. Bir de şeyden de. 2 antrenman programı falan da verdi. Belə. Hə, indi gələn kutusu. Gəldik bura. Tümünü al. Görək. Alexander Arnold gəldi. Qalan da 110 futbol paramız oldu və penalti. Gol oldu.
Burada birinci penaltımızı da ataq. Messi atar inşallah, çünki o birlər pis atır. Bilirəm, kes daha. Kim verəcək axırda, nə verəcək axırda? Bir də maraqlı deyil mi? Heç nə. Bu nədir, onu bilmədim. Deyəsən sözləşmədir. Bilirəm. Yerlə vurdum və qol. Birinci qol. Nə qədər eləyəcəm? 35 dənə qalıb. Görək. Bunu satar məncə. Düz 9 dənə elədi. Frank Ribery. Ribery zor deyil bu arada. Bildiyimə görə Maradona da verir bura. Hayır, lazım deyil. İndi oyun planı. Oyun planına kadro dışı yedəklərdən Son Heung-min var, nə yaxşı. Sonu bura qoyum. 2023 oldu kollektiv gücümüz. 2000 xeyirli olsun. Arnold'u sağ bekə qoyum. Başqa nə var? Donnarumma Azad var. Şimdi isə bunu da qoyum. Hansından bunlardan yaxşıdır. Bura qoysam artar, yazalar. Bildim də. Bura qoysam azalar, ya artar. Heç nə dəyişmir. Sonra nə qoya bilərəm? Başqa dəyişmir. Bu da var, stoper. Kimdir? Gimenez. Gimenez'i tanıyırım. Lap da yaxşı tanımıram, belə də. Adını eşitmişəm. Belə. Burada yenə də var. Aha, qol olduğu ödülü. İndi Messi'ni gəlişdirək. Daha doğrusu takımı gəlişdirək biraz, oyuncular. Birinci Messi hanı? Seviye antrenmanı verim də. Hər halda. Bu nədir? 8 dənə verməliyəm. Yox, lazım deyil. 3 dənə verib qalanını da bunlardan verirəm. 4, 5, 6, 7, 8. Məcbur verməliyəm də. Bunu verməsəm də 8-ini verim hələ. Verdim. Messi'yə. Görək Messi nəsə olur. Otomatik olsun, çox belə şey lazım deyil. 96 oldu Messi. Beceri antrenmanı versə verim Messi'yə. Da keç də. Yoxdur. Nəysə, birini də verək. Qapçıya verim görən. Qapçıya verim, yoxsa nəysə, Muslera'ya verim. Muslera'nı dəyişdirəcəm, lazım deyil. Bir də şeyə verək. Hani var ver də hanı. Nəysə. Tapın bir dənə bunu. Get Donnarumma'ya vereyim. Onu da qoyum qapıya. Seviye antrenmanı. Altısını da verdik və Donnarumma'da oldu 93. Takım yox. Verək sonra biraz oyun oynayaq. Qapıya qoyaq Donnarumma'nı. Kadro dışı yedəklər. Donnarumma. Geçdi qapıya. Takım çox pisdir bu arada. Ofansif orta saha falan lazımdır mən. Bu sözleşmeli oyuncu var. Seçmeli oyuncu var idi məndə. Sözleşmeye gireyim. Görüm var. 5 ulduz, bir de 4 ulduz var. Adalet sözleşme. Burada biri yoxdur. Diego Carlos. Normal adam yoxdur. Ofansif orta saha falan lazımdır mən. Trendyol Süper Lig'den almayacağım. Buradan alabilirim. Seçmeli sözleşme var. Neyse, bunların reytingi az değil. Hamısının reytingi az değil. Gel Allah Kulüp Internal'dan. Adalet sözleşme. Kimler var? Gonzalo Montiel, Alex Telles. Ofansif orta saha var. Defansif orta saha var. Sonra aldım da bunu. 5 ulduzda aldım. Neyse, bunu aldık. Bir tane de 4 ulduzlu aldım. 4 ulduzlu varsa 4 ulduzlu da aldım. Trendyol Süper Lig'den aldım bunu da. Mustafa Hekimoğlu. Belə çox, belə mənə lazım idi bir də. Orta saha lazımdır.
Neyse, Diego Carlos'u alamıram. Ahmet Kuducu, Yusuf Sarı. Oha, ofansif orta saha. 4 ulduz. Aldıq. Adını oxuyamadım. Dan Versanovic. Varisin. Heç nə. Mən tez bunları yerləşdirdim, sonra keçək oyuna. Deməli, oyuncuları yerləşdirdik. İndi PvP atım, yoxsa PvP'də güclülər gələcək. Birinci Yeziyə qarşı oynayıyor. Spanish Food, Avropa. Daha birinci Galatasaray var. Galatasaray'da anlaşma istəyirəm, ona görə bir qalibiyyət hedefləyin yazıb. Başlayaq. Təsadüfi anlaşma. Oyuncular da verdi mənə. Qəşəng. Osimhen almaq istəyirəm. Bodrum. Galatasaray'la oynayacağam. Galatasaray olacağam mən. Osimhen istəyirəm. Elə çox istəyirəm Osimheni. Əgər bombazadırsa Osimhen, onda lap yaxşı. Osimhen var indi. 4-2-3-1 diziliş. Mən də bu arada elə eləyəcəm. Əgər məndə elə deyilsə, mən də elə eləyəcəm. Yaxşıdır 4-3-2-1. Deməli, oyun başlasın. Qolları ataq. Qolları ataq deyib bir qol ata bilmirəm mən. Başladıq. Victor Osimhen. Aldım. Aşağı pas verdim. Mario Lemina. Çəkdi. Osimhen'ə verdi. Osimhen vuranmadı. Puças. Mertens. Dries Mertens. Belə vurdum bir dənə, olmadı. Victor Osimhen. Topu ala biləcək? Yox. Deməli, Sanchez. Pas verdi Lemina'ya. Lemina. Bir dənə qəşəng pas Mertens'e. Mertens. Qaytardı topu geri. Bir dənə şut. Üstünə getdi biraz. Uzaq oynayacaq. Biraz uzağa gedin. Carlos Cuesta pasını verdi. Mario Lemina yenə. Tamam, bu kimdir? Belə gedir. Barış Alper. Çəkdim. Çəkdim bir dənə. Qaldırdım. Dries Mertens. Osimhen'ə vermək istəyirəm. Osimhen kəllə vurar. Uzun boyludur. Pas verdim Osimhen'ə. Osimhen. Nə edir bu Osimhen? Topu buraxdı. Gözləyək. Paşamızın keyfini. Nə vaxt atacaq? Carlos Cuesta yenə pasını verdi. Frankowski. Birinci və deyir eşidirəm bunların adını. Osimhen vurdu. Yenə bayıra. Nəysə, mən biraz yaxından vurmağa çalışacağım. Uzaqdan vurmuram. Biraz yaxından vurmağa çalışacağım. Daha çox hücumu nə deyir onun adı? Kafaya görə ayarlayacağım. Yəni kafa vuracağım. Daha çox. Mario Lemina getdi belə. Pasını verdi. Osimhen offside deyəsən. Yox deyil, vurdum. Neyse, atla lazım deyil. Gol sevinci. Və birinci qolumuzu vurduq. 1-0 oldu. 20-ci dəqiqədə indi. 24-cü dəqiqədə vurduq. Bundan takip et. Osimhen aldı. Digər indi burada qol at. Deyik. Vurdum və ikinci qol. Gol sevinci eləyim bu dəfə də. Neyse. Keçdim. İkinci golda vurduq. Victor Osimhen'lə. Onu da aldıq. Bu neydi? Bu çox rahatdır. Vurduq və bu da gol. Sakin. Victor Osimhen yenə aldı. Neyse, bu golda vurum, videonu bağlayacağım. Bu oyun bitsin. Təzədən asasam. Çünki çox rahat adamlar gəlir. Neyse, bu oyun bitsin, gəlirəm. Uşaqlar, oyunu 10-0'dur. Çox asan şeydədir, zorluqdadır. Biraz çox asan getdi də oyun. Yəni, və orta sahadan kesmədi o bu yana. Nədir? Ahmet Kuduzunu almadım mı? Yox, almadım deyəsən. Neyse, heç nə olmadı. Müzadilə tamamlandı. Herə buydu. Müzadilə 2. Bu nədir?
Neyse bir tanesini açın. Sonra bir tane de normal insana karşı oynayaq. Normal insana karşı 15-20-0 uduzmasam yaxşıdır. Çünkü botam hələk. Oynaya bilmirəm. Tesadüfi anlaşma. Haydi. Qardaşımı açdıracam. Nizat aç. Zat ne? Galatasaray ilə tesadüfi anlaşma. Osimhen var. Açın. Bas. Bastım. Haydi. Dostlar video like atıp abone olmayı unutmayın. Sağ ol bro. Hadi ne çıktı? Gabriel Sara. Ay daha Osimhen çıksın da. Osimhen vermemeye antisibləri. Neyse qal bunu onda takma koyun. Sonra keçək oyuna. Gabriel Sara. Qal. Qoya bilmirəm. Hara qoyma. Qoyası yeri yoxdur. Lazım değil. Neyse. Hadi bunları. Valverde ondan 5 dəfə yaxşıdır. Neyse. Başlayaq. Bir dənə PvP ataq. İnternet inşallah bulamam. Nədə ataq? Ümumiyyətlə bir dənə ligdə ataq. Lig oyunu var. Olar da. Ligim. PvP. 10-cu klasmanda məncə biraz gücsüzlər gələr. Biraz başlayaq onda birinci oyuna. 9-cu liga düşən. Bu nədir? Bir dənə də adam gəldi. İnşallah əsildir. Oh ayağım. İnşallah əsildir bu. Çünki artıq bota qarşı oynamaq istəmirəm. Qal. Bu nədir? Hə onun takımı. Bu nədir? Oya bu mənim takımdan da rezalətdir. Mənim takımda yəni 80-81 var. Neyse. 2 dənə Barcelona bir-birinə qarşı oynayır. Eksi 21 IQ. Deməli. Topu aldım. Birinci. Bu əsl deyil məncə. O çalma bax. Nə qəşəng çalmadı mən. Topu aldım. Qəşəng. Gedək. Çox qəşəng keçdik. Topu aldıq. Bir dənə sert şut. Qapıyı bulmadı. Qapını bulmadı nədir? Qapıya getmədi. Yaxın oynayacaq. Alın bununla topu. Ala bildiyim yox. Ha aldım. İndi son Heung-min. Buradan qaldırdı belə. Arxaya tut. Tuta bilmədim. Eyvah. Neyse bu yenə yaxın oynayacaq. Andre önündən gedim. Topu alım onu. Alamadım. Aldım. Pas attım. O penaltı. Birinci penaltı. Hə. Qorxdum elə bildim mənə verdi sarı kart. Penaltı deyil. Bilirəm də, bilirəm. Hətta Qaqavuzun taktiki də var. Bilirəm. Gol. Aga be. Vuramadım. Çox yaxın idi. Orada penaltı verərdi də. Cərmə deyilmiş. Oha, aldım topu. Alamadım. Mən çox tez sevinirəm. Aha. Haydi almır. Topu aldım. Qəşəng. Çıxdı ucuma. Pas attım. Andre. Vurdum. Qəşəng bir gol. Atlı. İlk golumuzu atdıq. Topu alabilsəm boşa. Aha aldım topu. Varasinovis'lə gedirəm. Varı çox sevir Varasinovis. Espri nasıl? Vurdum. Direkt. Vurdum. Offside. Həyatdakı şansımdır da. Yaxından bu uzağa verəcək. İnanmıram yaxına versin. Pasımızı attı. Varasinovic. Hop keçdik. Vurduq.
Nicholas Jackson. Görürsən sağ ayaqlıdır. Çünki bu qədər axıtlı olmaz. Neynir bu? Ala bilərəm topu bundan. Son Heung-min. Aha, aldıq. Qaldırdım içəri. Vuramadım. Neyse. Bu başlasın uzağa. Yaxına başlayacaq ya uzağa. Oyda. Gördünüz nə qədər ağıllı bir fikir elədim. Neyse. Qaldırdım buna. Bu da vurdu. Ah. Neyse. Birinci yarı bitsin. İkinci yarıda görüşərik. Dostlar, birinci yarı da bitti. 1-0 qaldıq. 50-50 oynamışıq. Oh. 9-cu liqa düşsəydi. Nədir onun adı? Əsl adamlar gələrdi. Belə pas atdıq. Çox qəşəng. Oy da çox qəşəng atdıq. Vurdu qəşəng bir gol. Asistin mükəmməlliyi. Gol da qəşəngdir bu arada. Bura bir pas. Varela. Ah, aldı. Mesela Valverde ile topu alabildim, qəşəng olur. Dal Varesinovic. Pas attım. Pis attım bunu. Lapsız çıxartdı. Manuel Akanji. Federico Valverde. Vurdum bir dənə. Elə bildim qapısı əldə qabaqda deyil. Bizdə pis vurdu. Gol girən deyildi, qapısı vardı da olsa. Da nə oldu? Heh. Topu aldım. Getdim. Birdən plase. Direğin dibindən döndü. 60-cı dəqiqədə 2-0 duruq. Lionel Messi heç top gəlməyib. O da maraqlıdır. Lionel Messi heç top gəlməyib. Ya da mən görməmişim. Qapısı atacaq uzağa, onu bilirik. Valverde. Valverde aldı. Getdi. Bir dənə şut Valverde'dən. Bayra. Neyse, aldı topu. Götürdü. Uzağa başlayacaq. Lionel Messi. Bir plase və 100% gol olur. Messi plase vurdu, sol goldu. Oh. Yetmiş birinci dəqiqədir. İndi. Bu gol oldu. Bir dənə gol olmadı. Messi top ala bilər, günü alamadı. Valverde. Valverde aldı, pas attı. Topu alabilirim görən. Gol. Alamadım. Valverde al topu. Qəşəng bir pas. Çox pis yerə verdim. Qaldırdım. Federico Valverde pasını attı. Lionel Messi. Messi vurdu. Gol olmadı. Andreu vurdu. Gol. 3-0. Neyse oyun bitsin. 19-cu liqa düşün. Videonun tazından başlayacağım. Uşaqlar, video bitməmiş. Bir dənə gol attım. Oy da çox uzaqdan vurdum. Çox qəşəng getdi. Bura bax. Son Heung-minlə vurdum. Oy da qola bax. İlk uzaqdan qolumuz. Neyse oyunu da elə bitir burada. Pasını attı, bitəcək. Və bu oyunu da utduq. Top çevirmə oyunu ilə oynadıq. Nə qədər görəv tamamladıq biz. Yenə 50-50 oynadıq. Və bu oyun bitdi. Frank Anaya səviyyə gəldi və Zuhayt Andreeva. 4000 antrenman proqramı. Səlməmiz kəskinləşib. Qalan masları atlayıram ki 9-cu klasmana yüksəlim.
və 9-cu klasmanda yüksəldik. İndi inşallah əsl adamlar gəlir. Əsl adamdır, böyük ehtimal. Takımına baxın deyəcəm. Biri. Əsl adamdır, 100-101'lər. Mən neynəyəcəm bu takımı? Sol bekim yoxdur mənim. Allah'ım utandırma. Haydi. Bu oyuna axıra qədər biləcəm. Adam 100-101, 100-101. Ayda, böyük ehtimal olacağım. Başlasın. Hə, başladı. Andrew aldım. Pas attım. Verasanovic. Adını səhv deyirəmsə nə olar, zorbalamayın da mən. Aldım. Bu əsl adam deyil bu. Maraqlı gəldi. Görürsən əsl adamdır ya deyil. Çünki pas vermir heç. Deyəsən əsl adamdır. Aldım. Pas attım. Andrew. Pası verdi Varesonovic'e. Vurdu və gol. 11-ci dəqiqədə birinci gol vurduq. Andrew yenə aldı. Gözləyim bir dənə adam geçsin. Valverde. Valverde aşağını gördü. Son Heung-min. Qaldırıram. Varesanovic yenə vuramadı. Və son Heung-min. Görüm ala biləcəm topu. Valverde. Alamadım. Ronaldo'su var idi onun. Alamadım. Frank Anaya yenə ala bilmədi. Varesanovic ala bilmədik. Və Valverde ilə aldım. Biri gəlsin. Get. Attım. Qəşəng. Bu 60'lıq deyə buna vermək istəmirəm. Son Heung-min qaldırdım. Varesanovic vuramadı. Bu niyə vura bilmir? Frank Anaya. Qaldırım görüm bu yaxşı qaldırır. O yaxşı qaldırılmış bu. Bir dənə power shot. Qapıya getmədi. Beraldo. Messi ala bilmədi. Varesanovic yenə ala bilmədi. Varela. Messi də var ya bunda. 2 də Messi sahadadır. Ronaldo ilə Messi oynadır bu. Mbappe'si də var. Nə istəsən var ya bunda. Hop. Keçdi. Mbappe. Cristiano Ronaldo'su var gördüm. Şuna verim ki. Ala. Olmadı. Alan Varela. Buradan alabilsem. Olmadı. Cristiano Ronaldo. Arsenal'da Cristiano Ronaldo. Offside olub deyəsən. Uzaqlaşdıra basıram. Yox. Neyse. Pasa bastım. Şeyden pas ataq. Andrew. Pas ata bilmədi. Aha Varesanovic. Messi. Son Heung-min. Hə, aldıq. Son Heung-minlə getdim. Hız sana var deyə. Vurdum. Qapısı tutdu. Buradan 6 pasa basacağım. Bir dəqiqə. Bildim. Bildim. 6 pas. Kaldırdım. Və gol. Az qalmışdı. Bitti.
Birinci yarı. Oy da video çok uzun oldu. Pası verdi. Alan Varela. Gitti biraz. Pası verdi. Zuhal Andreu almadı. Bu oyun bitsin. Videomu bitiririm. Gələn videoda da ancaq PvP atacağım adamlarla. Və gol. Və (2-0) gedir. Gələn videolarda biraz da görev eləyərik. Ondan sonra adı nədir? Aha, qəşəng bir pas. Ayda Van Dijk'i kəsmək olmur. Gələn videolarda görev bir də şey eləyəcəm. Görev eləyib təzə oyuncular smal saracağım. Və bir də PvP atacağım. Ligimi düşürtməyə çalışacağım biraz. Varışının pas Beraldo uzaqlaşdırdı. Alexander Arnold, Fabian Ruiz pasını verdi. Mənə gəldi top. İndi buradan bir dənə şey pas. Varışının Ruiz aşağıdan Messi'ni gördü. Messi kaldırdı. Son Heung-min vura bilmədi. Son Heung-min aldı. İndi Messi'ni gördü. Yo, Messi nədir? Varışının Ruiz'i gördü. Varışının Ruiz vurdu. Tam 90'a. Gol oldu. 3-0 oldu desem. 3-0. Biraz müdafiəyə alacağım ki gol yeməyək. Phil Foden. Fabian Ruiz. Jimenez. Messi. Ronaldo'ya verdi pasını. Fabian nə bilim nə. Burada biraz qabağa saracağım videonu. Bir dəqiqə. Oyun bitəndə görüşər inşallah. Və oyun bitdi. 3-0 utduq. İndi uşaqlar, gələn videolarda görüşərik. Daha çox PES videolarının davamı üçün bu videoya 5 like atmağı unutmayın. Yəni atmasaz da çəkəcəm, amma atın ki daha çox gəlsin də. İndi bir dənə də qapanışda bir dənə paket açım. Sonra videonu bağlayayım. Spanish League Season Best Lewandowski Alvarez. Buradan açsın bir dənə. İşte Mbappe. Bir de Mbappe çıxsın. Başqa bir şey istəmirəm. Çıxmadı. Kimdir? Sergio Aurier. Nəysə qapısım var mənə. Lazım deyil. Nəysə uşaqlar. Sağ olun. Salamat qalın. Gələn videolarda görüşərik. Sağ olun.